Allah Təbarək və Teala Qur'an-ı Kərimdə buyurur: "Və əsmaul husnə fəd'uhu bihə." Gözəl adlar Allah Təbarək və Teala'ya məxsusdur və onunla onu çağırın. Bildiyiniz kimi alimlərimiz buyururlar ki, Allah Təbarək və Teala'nın 99 dənə gözəl adı var və bu 99 addan 85-i Qur'an-ı Kərimdə nəql olub və istifadə olunub. İnşallah Allahın izni ilə biz bir-bir Qur'an-ı Kərimdə istifadə olunan Allahın gözəl adlarını siz əzizlərin xidmətinə çatdıracaq və o adların mənasına toxunacaq və bəzən aralarında olan incə fərqə də işarə edəcəyik. Bunu da xatırladım ki, bu adlar ən gözəl adlardır. Çünki hədislərdə 1000-ə yaxın bəzi hətta dualarda Allahın adı keçib və hətta bəziləri iddia edir ki, Allah Təbarək və Teala'nın 200-ə yaxın gözəl adları var. Lakin biz o məşhur nəzəri qəbul edirik hələlik və 85 dənə gözəl ad ki, Qur'an-ı Kərimdə istifadə olunub, onlara bir-bir toxunacağıq.